Salam dəyərli 14 TV izləyiciləri, Sözün Gücü verilişinin yeni buraxılışında hər birinizi xoş gördük. Bugünkü mövzumuz müasir dövrdə ateizm manipulyasiyasıdır və qonağımız araşdırmaçı Ziya Balıyevdir. Xoş gördük Ziya. Çox sağ olun. Təşəkkür edirik ki, dəvətimizi qəbul edib qonağımız oldun. Ziya, səni uzun illərdir ki, tanıyıram, şəxsən dostluğumuz var və fəaliyyətin də hər kəsə məncə məlumdur. Aktiv bir fəaliyyətlə məşğulsan, istər sosial şəbəkədə, istər real həyatda, yəni məqalələrində, yazılarında və həmçinin kitab tərcümələrində. İstərdim özün də bir qısa olaraq özün haqqında bir məlumat verəsən, tamaşaçılarımıza ardınca mövzumuza keçid edək. Adım Ziya Balıyevdir, özünü təqdim elədiyim evdən. Onlara D platformasının qurucusu və rəhbəriyəm. Artıq uzun müddətli 2018-ci ildən bəri artıq din və din fəlsəfəsi üzrə fəaliyyət göstərir platformamız. Videolar, məqalələr, kitab nəşrləri və s. işlərlə məşğul olub cəmiyyətə fayda verməyə çalışırıq. Çox gözəl. Ziya, mövzumuzun ilk sualı budur ki, ateizm nədir? Ateizm ümumiyyətlə, belə deyək də, söz olaraq qədim Yunan mənşəli sözdür. Theos tanrı deməkdir Yunan dilində. A ədatı isə inkar ədatıdır, yəni tanrısız. Ateizm ümumilikdə tanrını və digər metafizik, yəni metafizik deyəndə biz təbii ki, bəzi məsələlər var ki, bu fizikada da var da, fizikanın üstündə olan, məsələn, bunu qəsd edəmirik. Yəni inanc prizmasından, din prizmasından olan bütün metafizik nəsnələri, misal üçün tanrı, mələk, cin və s. məsələləri inkar edən bir cəryandır. Tarixinə çox dərinə girmək istəməm, amma elə qədim tarixi yoxdur əslində ateizmin. Daha çox orta əsrlərdən, 15-16-cı əsrlərdən Baron Holbach və Denis Diderot'un sayəsində belə deyək, dünyaya yayılmağa başladı və hazırda da nümayəndələri var dünyada. Bəs çox vaxt iddia edirlər ki, ateizmin tarixi çox qədimə, yəni Yunan belə deyək, filosofları dövrünə qədər gedib çıxır. Bu nə qədər doğru iddiadır? Yox, əslində Yunan filosoflarına getmir. Niyə görə? Çünki bizim elə bir Yunan filosofu yoxdur ki, tarixdə. Biz ona deyək ki, bu ateist olub. Məsələn, deyirlər, misal üçün, Sokratın öldürülmə səbəblərindən biri, məsələn, məhkəmədə ateist olmasıdır. Amma məsələ budur ki, o dövrdə Yunan cəmiyyətində Sokrata deyilən ateistlə bugün başa düşülən ateist eynidir mi? Yox. Məsələn, Sokrata ateist deyəndə qəsd olunan oydu ki, Yunan tanrılarını inkar edir. Amma əvəzində nə edir? Başqa bir tanrını gənclərə təbliğ edir. Məsələn, ölüm səbəblərindən biri budur. Amma məsələn, Yunanistan'da onu ateist deyirlər. Biz bugün çıxaq deyək ki, Sokrat ateistdir, bu yanlış olar. Niyə görə? Çünki məsələn, adi biz Platonun dövlət əsərində görürük ki, Sokrat çox ideal bir tanrı obrazından danışır. Hansı ki, bugün bizim İslam dinində tövhid anlayışı ki var, buna çox yaxındır Sokratın inandığı tanrı. Və yaxud digər Yunan filosofları heç birinə biz bugünkü mənasında ateist deyə bilmirik. Sadəcə olaraq qədim Hindistanda bəzi dini mətnlərdə keçir bu haqda. Və çox maraqlıdır ki, bunlar haqqında da geniş məlumat məhz 15-16-cı əsrin fəlsəfə kitablarında var. Ondan əvvəl isə, misal üçün, Qurani Kərimdə bir ayə var idi. Dəhrilərdən soruşsan ki, nə olacaq ölümdən sonra, onlar deyirlər, hər şey zamana bağlıdır. Məsələn, dəhri sözü keçir. Dəhri nədir? Hər şeyi zamana bağlayan, zamançı. Biz adətən buradan bu çıxarış edirik ki, bunlar ateistlərdir, dəhrilər. Eynən Hindistana aid olan ateist zümrə də bu cürdür. Yəni, o dövrdə, məsələn, biri gəlib reinkarnasiya yoxdur deyib, biri gəlib ölümdən sonra biz heç olacağıq deyib. Amma bunlar, yenə də deyirəm, bugünkü mənada anlaşılan ateizmdirmi? Bu çox ciddi sual altındadır. Çünki biz 3-4 cümlədən bunu çıxarda bilmərik. Biz dəqiq bugünkü mənası ilə ateizmi müşahidə edirik 15-16-cı əsrlərdə, yəni dediyim kimi Denis Diderot və Baron Holbach'dan sonra. Ondan əvvələ isə biz bunu Yunanlarda ümumiyyətlə yoxdur. Hindistanda və İslami mətnlərdə isə daha çox belə dini mətn kimi keçir və hədislərdə də var. Məsələn, Suri Kafidə də keçir və imamdan gəlib soruşurlar nə isə. Yenə də bunlar bugünkü ateizmlə eynidirmi? Bunu cavab vermək çox çətindir. Mübahisəli bir məsələdir. Bəs Ziya, səncə ateizm dünyada bugün sürətlə yayılırmı? Belə deyim, inancların artması deyəndə, çoxalması deyəndə adətən iki cür
çoxalma başa düşülür. Bir demoqrafik çoxalma var. Yəni nəsil artımı, insanların sayının çoxalması. Bir də var inanc olaraq, təbliğat olaraq, məsələn, artıq yetişkin bir insanın verdiyi qərar. Əgər biz demoqrafik artımı əsas götürsək, dünyada ən sürətlə artan din İslam dinidir. Niyə görə? Çünki müsəlman ölkələrdə həddən ziyadə demoqrafik artım var. Amma məsələn, yetişkin bir insanın qəbulundan götürsək, bəli, bu reallıqdır ki, bugün ateizmdə tək ateizm yoxdur, ümumiyyətlə non-teizm deyə, ateizm, deizm, agnosizm, panteizm və s. müəyyən dərəcədə artım hiss olunur. Təbii ki, bu artım 19-cu əsrdə olan artımla eyni deyil. Məsələn, 19-cu əsrdə olan ateistik artım həddən ziyadə böyükdür. Niyə görə? Bunda çox maraqlı səbəbi var. Həmin dövrdə həm Charles Robert Darwinin təkamül nəzəriyyəsinin ortaya atması, bir növ ateistlərin belə deyək də yarımçıq qalan sualları var idi. Məsələn, David Hume deyir ki, bugün bizdən soruşsaz ki, Tanrını insan necə yaranıb, buna cavab verə bilmərik. Amma bu o demək deyil ki, gələcəkdə buna cavab verə bilməyəcəyik. Məsələn, Charles Darwinin təkamül nəzəriyyəsinin ortaya atması bir növ ateizmin yarımçıq qalan sualı ki var idi. İnsan necə yaranıb, buna cavab verdi və böyük artım oldu ateizmdə. Və bir də bu arada Darwin özü məsələn bu məqsədlə ortaya atmayıb. Darwin özü mən bir inancılı xristian olub da. Hətta. Əvvəl xristian olub, amma sonradan ateist olub. Sonradan ateist olub. Amma nəzəriyyəni ortaya atan dönəmlərində xristiandır və yaxud ondan bir az sonra agnostik olub, amma qız övladı olur, onu çox sevdiyi. Onu itirəndən sonra bir növ psixoloji sarsıntılar yaşayır və ondan sonra artıq belə deyək ateizm üstüdür. İnsanın törəşi əsərində biz özü bunu iqrar eləməsə də ki, mən ateistəm. Amma yazılarına nisbətən bunu çıxartmaq mümkündür. Və bir də daha önəmli məsələ o dövrdəki artımı deyirəm. Karl Marxın kommunizminin və materializminin ortaya çıxması idi ki, artıq dünyada Sovet Sosialist Respublikası, Latin Amerikalarındakı kommunist inqilabları, Yugoslaviya, Çin, Şimali Koreya və s. ölkələrdə, Rumıniyanın özündə kommunist inqilablar və kommunist dövlətlərin qurulması bir növ siyasi baskı yaratdı din üzərində. Və ona görə də artıq həmin dövrdə dünya yarıdan çox ateist idi. Yəni həddən ziyadə ateizm böyük ölçüdə yayılmışdı. Bugünkü dövrdə isə bəli var. O dövrlə müqayisədə çox cüzidir, həmin dövrlə müqayisədə. Amma yenə də biz bu artımı müşahidə edə bilirik ki, bəli, insanlarda istər dünyada, istər regionda bu artımı müşahidə etmək mümkündür. Sizə maraqlı bir nüansa toxundun. İnancılar dedin. Yəni sanki ateizmi də bir inanc kateqoriyasına saldın. İstərəm bu barədə yəni fikir bilim ki, yəni sən doğrudan ateizmi inanc olaraq görürsən? Əslində mən deyərdim ki, ateizm dinlərdən daha çox inancdır. Həqiqətən belədir. Və hətta mən İslamı şəxsən özüm inanc kateqoriyasından çıxardıram. İslam bilgi kateqoriyasındadır mənim üçün. Çünki İslamın o qədər fundamental əsasları var ki və heç bir sualsız cavabı yoxdur. Cavabsız sualı yoxdur, üzr istəyirəm. Ona görə də mən hətta İslamı çıxardardım inanc kateqoriyasından. Amma ateizm mənə görə dünyanın ən irrasional inancıdır. Niyə görə? Çünki Tanrı yoxdur iddiasının heç vaxt sübutu verilə bilməz. Bu mümkün deyil. Elə buradan ilk addımdan ateizmin irrasional bir inanc olduğunu gördük. Neynir ateistlər? Dərhal cavab haqqını verirlər dindarlara. Deyirlər ki, yox, siz varlığını isbat edin, biz niyə yoxluğuna isbat verməliyik ki, siz varlığını isbat edin. Varlığına isbat yoxdursa, deməli, yoxluğu daha rasionaldır. Bu argumentin özü də sürdürməli argumentdir, evidentializm deyirlər buna din fəlsəfəsində. Buna girmək istəmirəm, mövzumuz bu deyil. Həm də ki, ateizm inancılar, yəni dindən sonra yaranmış bir şey də olaraq, yəni iddianı birinci o gətirmiş olur da ki, yoxdur iddiasını və isbat etməyə də olmaz. Onsuz da yoxluğun sübutu verilməlidir. Bəzi ateistlər çox səhv anlayırlar, elə başa düşürlər ki, yoxluğun isbatı yoxdur. Belə bir şey yoxdur. Zaten məntiq elminin özü belə yoxluğu isbat edən bir elmdir. Yəni yoxluğun isbatı verilə bilir, amma hansı yoxluğun? O şeyin varlığı mümkün deyil. Qeyri-mümkün. Bunun yoxluğu verilə bilər, amma bir şeyin varlığı mümkündür. Məsələn, mən desəm ki, elmim, mənim cibimdə 10 manat pul var. Sən bunun yoxluğunu mən sübut edə bilərsən. Bu mümkün bir haldır. Bəli. Amma mən desəm ki, elmim, mənim cibimdə, məsələn, Almanların 2-ci Dünya müharibəsində istifadə elədiyi tank var, Panter var, Panter tank. Bunu təbii ki, sən mən yoxluğunu ispat edərsən. Neynə?
Məsələn, tankın ölçüsü ilə mənim cib ölçülərim uyğun deyil, tankın ağırlığını mən daşıya bilmərəm. Yəni yoxluğunu mənə sübut edə bilərsən, amma söhbət əgər mümkün bir şeydən gedirsə və yaxud bir də var ki, bu mütləqdir, yəni varlığı. Məsələn, cibində hava var. Yəni bu reallıqdır ki, biz dünyada yaşayırıq. Sən cibinin içində də hava olmalıdır mütləq formada. Bu zəruridir, mütləqdir, olmalıdır. Bir var mümkün, məsələn 5 manat ola da bilər, olmaya da bilər. Bunun varlığının, yoxluğunu isbat eləmək olmaq çətindir. Və bir də var qeyri-mümkün. Bu əlbəttə ki, əgər bir ateist, yəni zaten ateistin iddiası bu olmalıdır. Ateist deməlidir ki, Tanrının varlığı qeyri-mümkündür. Niyə görə? Çünki adam inanmır. Bir Allah yoxdur. Qeyri-mümkün də deyirsə, bunun mütləq formada dəlilin verməlidir. Əgər vermirsə, tamamilə irrasional bir inancdır. Başqa bir şey deyil. Çox gözəl. Bəs bugünkü də bu yayılmadan danışdıq. Bu yayılmanın səbəbi nədir? Yəni və həmçinin bu səbəb həqiqətdir yoxsa manipulyasiyadır sadəcə? Ümumiyyətlə dünyada istər dünyada, istər regionda fərqi yoxdur. Yəni ümumiyyətlə də hər yeri qəsd edirik. Ateizmin yayılmasında çox ciddi manipulyasiya var. Həddən ziyadə böyük manipulyasiya var. Və biz bir də bunu hardan müşahidə elədik bu manipulyasiyanın olmanı? Əslində biz əvvəl baxanda dünya mediasına bu cür manipulyasiyanın olduğunu görürdük. Məsələn, ateist elm adamları qabardılırdı. Misal üçün Richard Dawkins. Adam militan ateistdir. Militan yəni mübarizəkar. İki ateizm qolu var da o qəbildən friendly və militan, yəni dostiyana və mübarizəkar. Richard Dawkins məsələn mübarizəkar ateistlərdən biridir. Dini durmadan tənqid edir və dinin dünyada əxlaqa qarşı olduğunu iddia edir Richard Dawkins. Məsələn biz əvvəl baxanda da görürdük ki, niyə görə Dawkins bu qədər məsələn məşhurdur? Misal üçün bioloq kimi Francisco Ayala Loro dildə desək, Dawkinsi cibində gəzdirər. Yəni daha ciddi bir bioloqdur. Amma niyə görə bugün Francisco Ayala'nı məsələn 10 nəfərdən biri tanıyır, amma Richard Dawkins'i 10 nəfərdən 8-i, 9-u tanıyır? Səbəb nədir? Səbəb həmin manipulyasiyadır. Bizə illərlə bu məlumatla bizi aldadıblar ki, elm adamları ateist olurlar, bütün elm adamları ateistdirlər. Dindar bir adam, inancı olan bir adam elm adamı ola bilməz. Ona görə Dawkins'i qaldırıb qoyublar dağın başına. Məsələn, Francisco Ayala'dan isə xəbərimiz yoxdur. Və biz daha sonra Epstein sənədləri açılandan sonra biz məsələnin daha da mahiyyətinə vardıq ki, Epstein adam illərlə çox yaxşı maliyyəsi olub adamın, çox ciddi əlində pul vəsaitlər olub və bunun böyük hissəsini ateizmin təbliğinə yayıb. Və biz baxırıq ki, məsələn, Epsteinlə münasibəti olan adamlar hamısı dünyada brend adamlardır. Stephen Hawking. Məsələn, fizika deyəndə ağla heç kim gəlir? Stephen Hawking. Halbuki bəlkə Hawkingdən daha, bunu daha da fiziklər daha doğru bilərlər. Bəlkə də Hawkingdən daha ciddi fiziklər var dünyada. Məsələn, Richard Dawkins. Məsələn, adam Epsteinlə münasibəti olub. Və yaxud Lawrence Krauss. Məsələn, niyə görə Lawrence Krauss bu qədər məşhurdur? Hansı ki, yəni ondan daha böyük fiziklər mütləq ki var. Və yaxud Daniel Dennett fəlsəfə sahəsində. Niyə görə məsələn Plantinga Dennett qədər tanınmır dünyada? Çünki Epsteinlə münasibəti olan bu ateist alimlərə çox ciddi vəsait ayrılıb. Bunların təbliğatına, bunların reklamına dünyada çox ciddi təbliğat ayrılıb. Və Epstein özü dünyada yüzlərlə, minlərlə ateist konfransların belə deyək, maliyyətçisidir, bəli, sponsorudur və kitabların və sənətli filmlərin, yəni dini tənqid edən və Tanrı anlayışını inkar edən bütün işlərin adam sponsor olub demək olar ki, və mən hətta deyərdim, müasir dövrdə ateizmin 4 atlısı deyə bir anlayış var. Atlı nə mənadadır? Yəni cəngavər, ateizmə töhfə verən adamlar. Bunlar kimlərdir? Daniel Dennett, Richard Dawkins, Christopher Hitchens və Sam Harris. Mən hətta deyərdim ki, Epstein 5-ci atlıdır. Və bu atlıların da ən üstünüdür deyərdim. Niyə görə? Çünki onun verdiyi töhfənin sayəsində, məsələn, bugün Dawkinsdir, Sam Harrisdir, Daniel Dennettdir. Yəni ona görə manipulyasiya çox önəmlidir və bizi illərlə aldadıblar bu şeylərdən. Bu arada tamaşaçılarımıza onu da bildirim ki, Ziya
5 il idi də səhv etmirəmsə ateizm dövrü keçmirsən. Altı Sən il, öz 6 altı il il. ateist olmuşdu. Sonradan İslam'a qəbul 11-dən edildi. 17-yə Və qədər. bunu deməyimdə əsas səbəb budur ki, indi verəcəm sual əslində bir qədər də sən o dövrlə istərsiniz əlaqəlidir. Ateizmi təbliğ edənlər ki, özün də bir zaman ateist olduğun üçün hansı manipulyasiyalardan istifadə edirlər? Dünyada ki, beynəlxalq çərçivədən gedirsə söhbət, beynəlxalq sferadan gedirsə söhbət, daha çox elmi manipulyasiya var. Bu elmi manipulyasiya yəni necə baş verir dediyim kimi. Məsələn, ateist elm adamları həddən ziyadə qaldırılır və hətta bir dəfə bir sorğu keçirilmişdi. Sorğu da nə idi? Steven adında olan elm adamlarının inancını soruşdu. Təsəvvür eləyin. Steven adında olan elm adamlarının inancını soruşublar. Bunların məsələn 50%-dən çoxu ateist olub və 50%-dən azı bir inanclı insan olub, dini inancı olan insan olub. Və bundan bu nəticəni çıxarırlar ki, elm adamları səndəmi ateist demiş. Çıxarışa baxın, Steven adından olan çıxarışa, qənaət də budur ki, Steven adı daha çox istifadə olunan addır. Ona görə bu addan istifadə elədi. Bu manipulyasiyadır, bu aldatmadır. Məsələn, illərdir bizim başımızın ətini yeyiblər ki, elm adamları hamısı ateist, hamısı. Halbuki, məsələn, alim deyəndə müxtəlif levellər var da, belə də. Məsələn, universitet müəllimi ola bilər, doçent ola bilər, doçent doktor ola bilər, professor ola bilər, professor doktor ola bilər. Elm adamının ən yüksək leveli, ən yuxarı level nədir? Nobel mükafatı laureatçısı. Yəni, bundan tərəfəsi yoxdur da. Adam elmə yenilik gətirib. Yəni, hazır elmi datadan istifadə eləməyib, yeni bir şey gətirib. Elmdə bir yenilik. Və bunların inanc statistikası çıxarılmışdı kitab olaraq. Var. Bunun kitabı da var. İstəyən insan tapıb oxuya bilər. Nobel mükafatı laureatçılarının inancı olmalı, səhv eləmirəmsə. Və burada biz o statistikaya baxanda görürük ki, dünyada Nobel mükafatı laureatçılarının, elm adamlarının sadəcə 11%-i ateist və ya agnostikdir. O da ateist yox, ateist və ya agnostik. Qalan 88-89%-i bunların bir inanca sahib insanlardır. Bunların içində deist də var, yəni Tanrını qəbul edən, bunların içində Xristiyan da var, Yahudi də var, Müsəlman da var, Buddhist də var, Hinduist də var, fərqli kateqoriyalardan insanlar var. Amma sadəcə 11% ateist və agnostikdir. Yəni artıq Tanrını mütləq formada qəbul eləmir. İndi məsələn bu məsələni heç qabardıldığını biz görmürük. Niyə görə qabardılmır? Və yaxud illərdir deyilən filosoflar ateist olurlar. Halbuki çoxsu yanlışdır. Məsələn, Friedrich Nietzsche'nin ateist bilən məsələn ateistlər var. Halbuki adam ateist olmayıb, deizmə daha yaxındır. Və yaxud başqa elm adamları və illərdir məsələn bizə nəyi təbliğ edirlər? Bu Sovetlərdə də var idi, Sovet Sosialist Respublikasında. Yəni məsələn İbn Sinanı bizə illərlə ateist kimi tanıdıblar. İbn Sina. Bax, təsəvvür elə elmin. İbn Sina tarix boyu, insanlıq tarixi boyu Allahın varlığına dair ən ciddi dəlil vermiş adamdır. Ən ciddi. Burhan-ı Siddiqi. Bu adamı bizə ateist kimi tanıdıblar. Niyə? Adam alimdir, kimdən məşğul olub 19-cu əsrə qədər bütün Avropa onun kitablarından istifadə edib. Deməli nədir? Bu adam dindar ola bilməz, ateist olmalıdır. Niyə? Ağıllı insan mütləq formada ateist olmalı. Bu çox ciddi manipulyasiyadır və elmi olaraq bunun bizi bir növ belə deyək də salıblar təsir altına. Yəni qısacası desək, dünya tarixində tanınan, bilinən şəxsləri bir növ öz adlarına çıxaraq bunları yəni öz Bəli, bunun üçün Albert Einstein da var. Məsələn, adam özü deyir ki, ateist deyiləm. Ateistlər zorla ateist eləyiblər ki, o ateistdir. Digər bir sual isə bundan ibarət ki, elmin inkişafı səncə dinin yox olmasına səbəb olacaqmı ümumiyyətlə? Bu illərdir ortaya atılan məsələdir. Bir tanınmış həkim də var, adını qeyd eləmirəm kimdir. Keçən dəfələrdə belə bir fikir yazmışdı ki, elmin inkişafı dini məhv edəcək. Mən də qeydim yazdım ki, adama 1700-cü ildən 18-ci əsrdən, hər əsr bu fikri deyirsiniz. 18-ci əsrdən bunu Auguste Comte deyirdi. Elmin inkişafı dini məhv edəcək. Olmadı. 19-cu əsrdən bunu James Frazer deyirdi. Elmin inkişafı dini məhv edəcək. Olmadı. 20-ci əsrdə bunu neo-ateistlər, pozitivistlər deyirdilər. Elmin inkişafı dini məhv edəcək. Olmadı. Deyirəm, indi gəlmiş ki, 21-ci əsrə, sən də eyni şey deyirsən. Zaten bu mümkün deyil. Çünki dinlə elmi,
sferaları tam fərqlidir, tam başqa şeylərdir. Elm materiya ilə məşğul olan bir sahədir. Din isə bizim mənəviyyatımızla məşğuldur. Misal üçün, bu dinin məsələn sıradan çıxarılmağa çalışılması var da, dünyanın bir çox ölkələrində bu proses gedir. Məsələn, Argentinada müəyyən qədər insanları dindən uzaqlaşdıra bilir və ya ölkələrdən biri Argentinadır misal üçün. Və biz Argentinada bu gün müşahidə edirik ki, Maradona kilsələri yaranır. Bax, Maradona kilsələri. Bu Maradona kilsəsini niyə yaradır Argentinalılar? Futbolçu Maradona. Bunun yaranma səbəbi odur ki, insanlar dindən uzaqlaşdıqdan onlarda bir boşluq yaranır. O, Jean-Paul Sartre'ın məşhur filosofun söz var, içimdə Tanrı boyda boşluq var. Yəni bu boşluğu dindən başqa heç yerdən doldura bilmərik biz. Və insanlar deyirlər, bu boşluq ki yarandı, əslində deyirlər, yenə inancla doldururlar, gedib Maradona kilsə tikirlər və Maradona ibadət edirlər. Çünki insanın bir ibadət şeyi var, istəyi var. Bəli, əlbəttə ki, və yaxud məsələn son dövrlərdə, məsələn 21-ci əsrdə qəsd edirəm də burada, Çexiyada kilsələrdə partilər keçirilir, gəncləri cəlb eləmək üçün. Səbəb nədir? Gənclər, cavanlar kilsəyə üst tutsunlar, cəlb olsunlar. Niyə görə? Çünki artıq insanlar dindən uzaqlaşdıqdan çox ciddi nihilizm yaranır, mənasızlıq problemi ortaya çıxır, psixoloji sarsıntılar yaranır. Hətta intihar səbəblərindən biri də çox var. Əlbəttə ki, məsələn, Emil Durkheim intihar kitabında da bunu qeyd edir ki, insanın intihar səbəblərindən, motivlərindən biri də ateizmdir, yəni dinsizlikdir, Tanrı anlayışının olmamasıdır. Ona görə də elmin inkişafı ümumiyyətlə heç bir zaman dini sıradan çıxarda bilməz. Bu mümkün olan bir şey deyil. Bu təbii bir ehtiyac olduğu üçün yəni. Bəli, həm təbii ehtiyacdır, həm də bunların araşdırma sferaları tam ayrıdır. Ona görə də yəni təsəvvür edə bilirik ki, elmin inkişafı məsəl üçün musiqini sıradan çıxardır da. Buna qədər real bir şey, tam ayrı şeydir də. Yəni fizika nə qədər nə kəşf edir eləsin, musiqiyə buna aidiyyəti yoxdur. Din də eynən bu cürdür. Yəni o dediyimiz o bayaq ki o Emil Durkheim dediyini əsasən, məsələn onun sırf belə deyək intihar səbəbi kimi bu ateizm, ümumiyyətlə inancsızlığı göstərməsinin qarşısında da məncə Lev Tolstoyun elə etirafı dayanır ki, orada gözəl bir fikir bildirir ki, həyat gördüm ki, intihardan məni saxlayan və məni həyatda saxlayan əslində Tanrını axtarmağım, ona inanmağım, ona meyl etməyim olur. Təbii. Hətta Tolstoyun bir məşhur sözü də var, deyir, insan heç vaxt tanrısız yaşaya bilməz. Bu mümkün deyil tanrısız yaşamaq. Mən bu fikrə tam qatılıram. İnsan 70-80 yaşında da olsa mütləq qovuşmalıdır, yaşaya bilmir. Ziya, inşallah qısa bir fasiləmiz var, dəyərli izləyicilər. Fasilədən sonra yenidən sizinlə birlikdə olacaq. Ziya, qeyd etdin ki, ümumiyyətlə elm və din fərqli sferalardır. Amma maraqlıdır ki, dinin özündə də baxırıq ki, bəzən elmi iddialar olur. Yaxşı, bəs bunu necə izah etmək olar və üstəgəl də ki, elmi nəzəriyyələr dini iddiaları puç edirmi? Bu ümumiyyətlə həmişə, xüsusən neo-ateizm və burada mən vurğu edeyim, klassik ateizmlə neo-ateizmin fərqi. Klassik ateizm daha çox fəlsəfi arqumentlər üzərində qurulmuşdur. Yəni daha çox belə deyim də, həqiqətən ateizmə aid olan bir mövzular üzərində idi. Amma neo-ateizm biraz fərqlidir. Neo-ateizm yəni yeni ateizm, müasir dövrün ateizmi. Yeni ateizm biraz daha çox din halına alır. Yəni dinləşmiş bir ateizmdir. Bu nədir? Elm nə deyirsə həqiqət odur. Bir növ köhnə pozitivizm var idi ki, Auguste Comte'dan gələn. Halbuki sonradan gördülər ki, bu səfsətədir, pozitivizm. Zaten insan pozitivizm yaşaya bilməz. Bir növ onun qalıntılarıdır. Pozitivizm özü yox oldu, onun öz yerini verdi yeni ateizmə, neo-ateizmə və hər şey elmə bağlayırlar. Bunların ortaya atdıqları argumentlər var ki, bəli, elmi nəzəriyyələr dini sıradan çıxardır. Bəli, din bəzi mövzulara toxunur ki, burada önəmli bir nüans var ki, elm də o mövzunu araşdırır. Din ona toxunur, yaradılış vaxtında. Biz hər şeyi yoxdan yaratdıq və yaxud insanın yaranışı haqqında və yaxud dünyanın yaranışı, müxtəlif kainatın yaranışı haqqında məsələlərə toxunur ki, elm də bu məsələləri araşdırır. Amma
elmi nəzəriyyələr son dövrdə, məsələn, son 200 ildə ortaya atılan elmi nəzəriyyələr dini sıradan çıxardıbmı? Hansı ki, ateistlər buna deyirlər, boşluqların tanrısı. Məsələn, deyirlər ki, dindarlar harada boşluq gördülər, aparıb yerinə qoyurlar tanrıyı, məsələn, həll edirlər. İndi biz tarixə baxanda biz görürük ki, bu boşluqlar üzr istəyirəm, bu boşluqlar hissəsini biraz da geniş məncə izah. Bu boşluqlar nədir? Məsələn, bunlar belə deyirlər. Deyirlər, insanlar baxırdılar göyə, görürlər şimşək çaxır. Bunu izah eləyə bilmirdilər də, boşluq var. Niyə şimşək çaxır? Tam aparıb qoyurdular tanrının ora. Və yaxud dünya necə yarandı? Fikirləşirlər, boşluq var burada. Deməli, tanrı yaratdı. İnsan necə yarandı? Boşluq var, tanrı. Yəni, deyir də boşluqların tanrısıdır. Halbuki, birincisi budur ki, zaten ateistlərin özləri boşluqlardan tanrısı dedikləri şey var. Ondan istifadə edirlər. Misal üçün, təkamül nəzəriyyəsində də qaydacam yaşayın, xırda buna toxunub. Məsələn, təkamül nəzəriyyəsində mutasiya deyilən bir anlayış var da. Məsələn, ateistlər nə deyirlər? Deyirlər ki, mutasiyalar random baş verir, təsadüfi. Niyə? Çünki izah eləyə bilmirlər mutasiyanın baş verməsi. Məsələn, Stephen Jay Gould'un təkamül nəzəriyyəsini əgər qəbul eləsək, bu çox ciddi problemlər çıxır ortaya ki, mutasiya necə baş verir? Çünki anidən böyük fərqlər yaradır canlılarda. Bunu izah eləyə bilmirlər. Məsələn, ortaya atılan random mutasiyalar, təsadüf. Zaten ateistlər özləri bundan istifadə edirlər və atırlar bizim üçün. Məsələn, Big Bang necə baş verdi? Təsadüf. Məsələn, necə oldu ki, gravitasiyanın dəyəri elə bir həddə oldu ki, planetlər yarana bildi və canlılıq yarana bildi? Təsadüf. Necə oldu ki, məsələn, dünyanın məsafəsi günəşdən elə yerdə oldu, elə məsafədə oldu ki, canlılıq yarandı? Təsadüf. Necə oldu okeanın dibində amin turşular, sağ-qol, sol-qol, simmetrik birləşdilər və 200 yerəni yaratdılar, təsadüf. Yəni, hər şeyə bunlar özləri zaten təsadüf adı verirlər. Və bunu da atırlar bizim üstümüzdə. Amma biz elmi nəzəriyyələrin son 200 ildə ortaya atılan elmi nəzəriyyələr dinə zərərmi vurur? Aradan mı çıxardır, dini daha mı güclü eləyir deyə soruşsaq, təbii ki, əksin deyərdim. Dini və dini inancı daha da gücləndirir. Necə? Misal üçün, Big Bang böyük partlayış nəzəriyyəsi ortaya atılana qədər, Ləmetri bunu ortaya atana qədər bütün ateistlər iddia edirdilər ki, bütün materialistlər iddia edirdilər ki, kainat əzəlidir. Yəni, zaten kainatın yaranmağa ehtiyac yoxdur, əzəlidir, tanrıya da ehtiyac yoxdur deməli. Amma din 1000 illərdir, tək İslamı qəsd eləmirəm də, qədim inanclardan bugünə qədər din iddia edirdi ki, kainat yaranıb və bunu yaradan bir tanrı var. İndi Big Bang nəzəriyyəsi ortaya atılanda, məsələn, Fred Hoyle, məsələn, məşhur ateist elm adamlarından, fiziklərdəndir. Fred Hoyle ölənə qədər Big Bang'i qəbul eləmədi. Ağlına batmırdı. Çünki niyə görə? Adam deyirdi ki, bu ola bilməz də belə bir şey və hətta bu Big Bang adı var, bu nəzəriyyəyə qoyulan böyük partlayış. Aslında burada partlayış yoxdur da. Bəzi insanlar elə başa düşür ki, bomba kimi bir şey partladı, kainat yəni, bu partlayış falan yoxdur. Bu, Fred Hoyle'un bir növ bloru dildə desəm, məzələnmək üçün nəzəriyyəyə verdiyi addır. Radioda oturanda aparıcı buna sual verir ki, və belə bir nəzəriyyə atılıb ortaya, kainat yaranıb, bir, belə deyək də, enerji soyması olub, kainat ortaya çıxır. Bu da gülə-gülə deyir ki, bu böyük partlayışdır ki, Big Bang'dir. Və çox maraqlıdır ki, nəzəriyyənin adı Fred Hoyle'dan qalıb. Yəni, nəzəriyyəni qəbul etməyən şəxs. Yəni, zaten Fred Hoyle bəzi məsələlər var ki, bunları bir ateist kimi qəbul etməkdə çox çətinlik çəkir. Məsələn, abiogenez, məsələn, təkamüldə bəzi o zaman məsələləri falan, bunları qəbul etməkdə çox çətinlik çəkirdi. Deyirdi ki, yəni, bunlar tanrını göstərir də, bu mümkün deyil. Ona görə, məsələn, abiogenez yox, panspermiyanı qəbul edirdi Fred Hoyle. Deyir ki, yox, canlılıq kosmosdan gəlib bura, şey eləməyib, burada yaranmayıb. Çünki adam baxır ki, abiogenez düzdürsə tanrı olmalıdır, mümkün deyil. Yəni, bir inancdan başqa bir inancı keçid edib, hansı ki, yad planetini görməyib. Bəli, inancı ilə, bilməm, elmi nəzəriyyələri ki, eləyirdi, fərqli cür qəbul edirdi. Ona görə tək bu məsələ deyil, adi misal verim bir dənə, məsələn, nisbilik nəzəriyyəsinin ortaya atılması, məsələn, dinlərdə uzun zamanda nisbi zamandan danışılırdı. Məsələn, Allah bizə nə deyir? Allah dərgahında bir gün sizin vaxtınızdan 1000 ilə bərabər. Məsələn, nisbi zamandan danışırdı Allah ki, fərqli yerlərdə, fərqli surətlərdə zaman fərqli ola bilər. Və yaxud Peyğəmbərin Meyrac hədisində, məsələn, o hədisdə var, Peyğəmbər qaydanda görür ki, hələ də səhəngdən su tökülür. Məsələn, nisbilik nəzəriyyəsi də biraz zamanın nisbi olduğundan danışır. Və yaxud kvant fizikası illərdir bizim anlaya bilmədiyimiz bəzi məsələlər var ki, düz indi kvantdan danışmağım da doğru deyil. Çünki kvant fizikası doğrudan çox ağır sahədir. Fiziklərimə tənqid atəşdən tuta bilərlər, amma
Bir şey deyim ki, misal üçün bir dənə xırda məsələ verim. Məsələn, zamanın kainatın bir ölçü vahidi kimi qəbul olunması, bu kvant fizikası ilə qəbul olundu. Dini anlayışlarda bir çox məsələni həll elədi. Misal üçün, Tanrı necə gələcəyi bilir, gələcək baş verməyibsə. Halbuki kvant fizikası bizə dedi ki, zaman bir kapsula kimidir, bir ölçüdür. Yəni, onun əvvəli də var, sonu da var və biz məsələn o kainatdan, oradan kənara çıxa bilsək, misal üçün, işıq sürəti ilə biz bəzi şeylərdə müşahidə edə bilərik. Ona görə də elmi nəzəriyyələrin inkişafı dini sıradan çıxardırmı iddiası bir növ puç iddiadır, boş iddiadır. Bir növ, belə deyim, elmi nəzəriyyələri zorlayırlar. Yəni ki, sən mütləq dinə qarşı çıxmalısın, da yanlışdır. Dediyim kimi, məsələn, təkamül nəzəriyyəsi özlüyündə baxanda dinlə ciddi bir ziddiyyəti yoxdur. Və bunu böyük İslam alimləri də bir çoxu iddia ediblər ki, problemi yoxdur. Buna misal verə bilərəm, Mürtəza Mütəhərri və yaxud Ayətullah Məhəmməd Hüseyn Behişti. Məsələn, çox ciddi İslam alimləri var ki, bunu iddia ediblər. Bizim dinin təkamüldə hansı nüansdan problemi var? Problem ondandır ki, random mutasiyalar. Bu elmi nəzəriyyə deyil. Biologiya bizə təsadüfdən zaten danışa bilməz. Çünki təsadüf fəlsəfənin mövzusudur. Bu ateistik dondur. Təkamül nəzəriyyəsinə geydirilmiş ateistik libasdır. Yəni, ateizm özü yükləyib bu mənanı. Bəli, mənanı yükləyir. Çünki izah verə bilmir. Axı, dediyim kimi, boşluqların tanrısı. Adam mutasiyanın baş verməsinə izah verə bilmir. Necə oldu ki, bir dənə mutasiya baş verdi? Məsələn, meymunun quyruğu itdi, misal üçün. İzah verə bilmir, məcburdur desin ki, bu təsadüfi baş verir, yəni random baş verir. Və buradan əslində belə bir şey də çıxır ki, ateistlərin belə deyək, inanclılara dediyi o boşluqların tanrısı ifadəsi bir növ onların özünə də aid olmuş olur ki, onlar da bilmədikləri bir şeydən istifadə edərək tanrı yoxdur iddiasını ortaya çıxarır. Bəli, və yerinə təsadüf qoyurlar. Yerinə təsadüf qoyurlar. Maraqlı. Ziya, bəs regionda son dövr ateizmin təbliğat metodu və manipulyasiya, belə deyək, manipulyasiyalar nələrdir? Bax, indi burada gəlirik biraz o məsələnin əsas yerinə. Nədir məsələ? Bizim regionda dünyadakı ateistik manipulyasiya ilə fərqlər var. Məsələn, dünyada bir qeyd elədim də nədir? Daha çox dini, üzr istəyirəm, daha çox elmi məsələlər qabardılırdı. Elmdən manipulyasiya edirlər. Baxın, elm adamları hamısı ateistdir, elmi nəzəriyyələr dini puç eləyir bundan. Amma Azərbaycanda məsələ biraz fərqlidir. Azərbaycanda biraz mental məsələ üzərindən gedir. Necə? Dini inancı bizim ürfü, mental görüşümüzlə qoyurlar zid, baş-başa. Deyirlər, bax, sənin dinin bunu iddia edir, bunu iddia edir. Amma bizim mental görüşümüz fərqlidir. Deməli, din yalandır. Bu yanaşmaya və yaxud məsxərə. Azərbaycanda çox geniş yayılmış bir şeydir. Məsələn, adam çıxıb deyir ki, misal üçün, Peyğəmbər getdi Meyraca. Argument yoxdur. Sıfır. Bir dənə argument yoxdur ki, niyə Peyğəmbər Meyraca gedə bilməz? O sual. Niyə? Bu suala cavab vermir. Ancaq məsələ bundan ibarətdir. Peyğəmbər Meyraca getdi. Və başqa məsələ, Musa dənizi böldü, Allahın salam olsa. Və yaxud, İsa ölünü diriltdi. Məsələ ancaq bunun üzərində qalır. Yəni, Azərbaycanda çox təəssüflər olsun ki, təbii ki, bir neçə barmaq sayı qədər ciddi argumentasiya vermə bacarığı olan ateistlər var, bacarığı olan ateistlər. Qalan ateistlər, Azərbaycan regionun özündə, bura Türkiyə də aiddir, digər yaxın regionlar da aiddir. Argumentasiya vermə bacarığı olan fərdlər çox azdır, təəssüflər olsun ki, ateistlərin içində və bir növ tənqidi ancaq lağlağa üzərində qururlar. Bu da, əvvəldə verdiyim sual var idi, ateizm artırmı? Bəli, artır. Niyə görə? Çox önəmlidir. Niyə lağlağı ilə ateizm artır? Niyə görə bu cür mental məsələlərlə, hansı ki, rasional əsası yoxdur, biabırsılıqdır bunlar, tam səmimi deyirəm. Niyə ateizm artır? Bunun səbəbi budur. Çünki kütlə dünyanın harasında olur olsun və Quran da bunu təsdiqdir. Çoxluq belə, çoxluq eləmiş, çoxluq haqqında deyir. Kütlə böyük əksəriyyətlə cahildir. Bu reallıqdır. Çünki dünyanın hər bir yerində, hansı ölkəyə gediriksə gedək, ölkənin ziyalı kəsimi az olur. Və cahil kütlə ciddi fəlsəfi argumentlə qane olmur. Çünki onun o analitik qabiliyyəti var, ora gedib çıxa bilmir, ora çatmır. O yarı yolda deyir ki, başını bırak, sıxır gedir. Amma sən kütləyə maksimal dərəcədə cahil bir argument versən, yəni hansı ki, bu fəlsəfə əsasları yoxdur da, lağlağı.
kütlə bunu rahat qəbul edir. Biz bunu məsələn dünyada musiqi zövqündə də görə bilirik. Niyə görə dünyada məsələn Bayağı ciddi musiqilər. musiqilər niyə Pavarotti az dinlənilir, amma çox bayağı məsələn Justin Bieber niyə daha çox dinlənilir dünyada? Çünki bayağılıq var. Bayağılıq var və ciddi şeyləri cahil kütlə qəbul edə bilmir. Ona görə də məsələn bizim regionun özündə də argumentasiyalar cahilləşdikcə ateistlərin sayı artmaqdadır. Çox qəribə bir şey də bu da Yəni orada. bu bir maariflə də, maariflənməklə də əlaqəli bir məsələdir. Bu əlbəttə ki, təbii təhsilin zəifliyi, amma bu tək bizim regiona da xas olan məsələ deyil. Dünyada bayağılıq var. Sadəcə olaraq biraz Avropada üzdə olan ateistlər ki var, Avropada və Amerikada da biraz utanırlar da. Bu cür ki, bu nə söhbətdir də, atmont ya. Məsələn, Lawrence Kraussdan soruşurlar ki, sənin oğlunla qızın insest eləsə nə edərsən? Məsələn, bizim ateistlər mental söhbətləri atdılar ortaya. Adam deyir ki, yəni mənim dəlilim yoxdur da, bunun pis olmağına dair. Yəni, maksimum deyirəm ki, mənim xoşuma gəlir də eləməyin. Bitdi, yəni başqa bir şey yox. Yəni adamlar adətən o dəlil mərkəzlidirlər. Biraz o qərb təfəkkürü də reallıqdır. Biraz şərq təfəkküründən fərqlənir. Şərq daha çox emosionaldır. Qərb daha çox rasionallıq üzərində qurulub. Ona görə də. Və bizim coğrafiyada da dediyim kimi argumentasiyalar cahilləşdikcə, aşağı düşdükcə, dəlilsizləşdikcə kütlədə o qədər artır. Çünki kütləyə ləzzət eləyir. Kütlə dəlil tələb eləmir. Kütlə istəyir ki, onun əlinə bir dənə hazır yemək verəsən. Daha ona ərzaqları verib bundan yemək pişir deməyəsən. Burada təbii ki, indi son dövrdə məsələn Google axtarma mexanizmlərinin və ya süni intellekt məsələləri çox ciddi təsir buraxır və son dövrlərdə də məsələn dünən bir məqalə oxuyurdum. Çox ciddi araşdırmalar gedir bundan bağlı və testlər edirlər və görürlər ki, ümumiyyətlə süni intellekt insanların bu koqnitiv bacarıqların əlindən alır. Və bu gün biz bunu da elə ateistlərin içində görürük. Kütləşmə yönündə. Bəli, artıq düşünməyə ehtiyacı qalmır. Yəni mənə hazır bir şeydir. Ateist ona hazır bir şey verəndə bax, bu yalandır. Ha, Musa dənizi bölə bilməz. Hazır bir şey verdi, bölə bilməz. Bitdi. Amma onu düşünməyə vadar eləmir. Demir ki, bu argumentlərə görə məsələn dəniz bölünə bilməz. Bunu desə o adam qulaq asmayacaq. Ona deyəcək, boş şeydir başında. Ümumiyyətlə, buradan belə bir sual aslında yaranır. Mənə verilişimizdə vaxtın bitməsinə az qalır. Amma yenə də mən istəyirəm bunu da məncə tamaşaçılar üçün maraqlı olar. Ateistdə ümumiyyətlə insan, belə deyək də, mən bildiyim qədər sən bunu bir dəfə kateqoriyaya bölmüşdün ki, ateistlərin kateqoriyası. Yəni səbəblərinə görə hansı səbəbdən ateist olmaları. Bunu istəyərdim biraz, bu barədə istəyirəm biraz qısa olaraq danışılsın. O mənim şəxsi bölgümdür. Yəni bunu mən hansısa psixoloqun və yaxud filosofun üstünə ata bilmərəm ki, bu bölüm. Təbii ki, ateizmin öz bölgələri var. Anthony Flew-ə görə, Karl Armstrong'a görə bunların işim yoxdur. Mənim böldüyüm bölgü 3 səbəbi idi təməldə. Bilgisizlik, praqmatizm və travma. Məsələn, bilgisizlik nədir? Bir insan, məsələn, mən özüm də ateist olanda bunu etiraf edirəm ki, dini inancı bilmədiyimə görə ateist olmuşam. Mən fundamental səviyyədə dinləri bilməmişəm. Ona görə də məsələn, o xırda deyirəm, o cahil argumentlər insanı aparırlar cahil olduğu müddətdə. Mənə də o cür aparmışdı. O boş fikirlərdə, xırda məsələlər, çox xırda məsələlər idi hansı ki. Yəni qeyri-ciddi. Çox qeyri-ciddi, bəli. Məsələn, mən Bertrand Russell oxuyub şey eləməmişəm və yaxud Viktor Stenzer və yaxud Michael Rose'u, Graham Opin'i. Bunları oxuyub ateist olmamışam. 3-4 dənə nə bilim statusdan falan belə təsirə düşürdü adam. İkincisi praqmatizmdir. Məsələn, insan baxır ki, dini inanc mənə məhdudiyyət qoyur. Mən rahat içki içə bilmirəm, mən rahat zina eləyə bilmirəm, mən qumar oynaya bilmirəm, mən kiməsə pul ata bilmirəm və s. Praqmatik yanaşa bilmirəm. Və ona görə bilmirəm. Şəxsi mənafi edə bilmirəm. Bəli, mənfəətsiz yanaşır. Və artıq onun mənfəətsiz yanaşması bir dönəmdən sonra onu narahat edirdi ki, Allah varsa, mən də məsələn kiməsə pul atıramsa, zina edirəmsə, içki içirəmsə, narahat olur. Və neyinir? Başlayır beynində o Tanrı anlayışını yox eləməyə. Deyir, inanır ki, Tanrı yoxdur. Özün inandırır, təlqin edir. Bir də travmatik ateistlərdir. Çox təəssüflər olsun ki, bizim regionda travmatik ateistlər çoxdular. Qərb regionundan fərqli olaraq, qərbdən fərqli olaraq. Bunlara daha çox ateist yox, misioteist deyirlər. Misioteist nədir? Bir var ateist Tanrını qəbul eləməyən, o başda dediyim ateist. Misioteizm isə Tanrıya nifrət eləyən, Tanrı ilə düşmənçilik eləyən. Bunlar da nədir? Müəyyən dövrdə travmalar. Biri atasını itirir, biri anasını itirir, biri hansısa qəzaya düşür. Və Azərbaycanda və xüsusən bizim coğrafiyada, şərq coğrafiyasında həddən ziyadə çoxdur. Yəni mən deyərdim ki, şərqdə olan ateistlərin bəlkə də 80-90% misioteistdir. Yəni ateizmlə yaxından uzaqdan əlaqələri yoxdur və bunu tam səmimi deyirəm. İstəyirəm sürətli suallar bölümümüzə keçid edək. Ateizm yayılır yoxsa sadəcə daha görünəndir?
Daha görünəndir. Daha görünəndir. Yayılma, seçim yoxsa təsir? Təsir. Təbliğat, məlumatlandırma yoxsa yönləndirmə? Necə olmalıdır, hansı olmalıdır? Məlumatlandırma. Yəni daha doğrusu məlumatlandırma yönləndir bu təbliğat yoxsa yönləndirmə yönləndir? Onların Bəli, bəli. onlarda üzr istəyirəm, yönləndirmə daha yaxşıdır. Çünki mənbəyə aparır səni. Onlarda məlumatlandırmadır, amma bunu məlumat da deyə bilmirəm. Mən vallahi çünki elə arqumentlər qoyurlar ki, o arqumentə məlumat demək olmur. Deyil, məlumat da deyil. Amma məlumatı seçək. Tamam. Elm dinə qarşıdır yoxsa neytral sahədir? Neytral sual. Elm inkişaf etdikcə din zəifləyir yoxsa yanaşı gedir? Yanaşı gedir əlbəttə. Regional təsir, qlobal trend yoxsa yerli faktorlar? Bir də sualı verərdi. Regional təsir, qlobal trend yoxsa yerli faktorlar? Qlobal trend deyək. Dini baxış dəyişir yoxsa davam edir? Kimdə? Yəni ümumiyyətlə. Ümumiyyətlə dünyada din olan baxış, məncə müəyyən qədər dəyişikliklər olur. İroniya və məsxərə, təsirli ünsiyyət yoxsa səthi yanaşma? Səthi yanaşma, səthi yanaşma. Təşəkkür ederiz Ziya, bugün qonağımız olduğun üçün. Mən təşəkkür İnşallah edirəm. növbəti buraxılışlarımızda da yenidən səni görməyə şad olarıq. İnşallah. Dəyərli 14 TV izləyiciləri, bugünkü buraxılışımızın da sonuna gəldik. Növbəti verilişlərimizdə görüşənə qədər hələlik.